Dostlar, hər vaxtınız xeyir. Dalğa televiziyasında yayımlanan Böyüklər üçün layihəsinin növbəti buraxılışını çəkirik. Diqqətinizə çatdırım ki, eyni zamanda Dalğa TV-nin YouTube kanalında da Böyüklər üçün yayımlanır. Bizim bir-birindən fərqli uşaq qonaqlarımız olub. Biz onlarla böyük-böyük danışmağa gəlmişik. Amma mən bugünkü qonağım indiyə qədər olan bütün qonaqlarımdan fərqlənir. Çünki o mənim həm aktyor həmkarımdır, həm aparıcı həmkarımdır. Hər həftə şənbə və bazar günü Xəzər televiziyasının efirində yayımlanan şənbə-bazar verilişinin aparıcılarından biri Seyid Məmmədiyarov bugün Böyüklər üçün verilişinin qonağıdır. Salam. Xoş gəlmişsən Seyid. Necəsən? Yaxşı. Necə hiss edirsən özü? Yaxşı. Dostlar, hər vaxtınız xeyir. Dalğa televiziyasında yayımlanan Böyüklər üçün verilişinin növbəti... Seyid, neçə yaşın var? 6. 6 yaş. Həm aktyorsan, Ay serialına çəkilirsən. Aydı vaydı kosum vaydı seyir kapugan. Görürsən oğlum? Sözleri vurur ürey yananda seyir oxugan. Nətər qəşəng oxuyur, bax. Necəsən ata? Nətər də deyil. Həm aparıcısan, şənbə-bazar verilişi, həm şənbə günü efirə çıxırsan, həm də bazar günü. Hə. Çətin deyil sənin üçün. Yox. Seyid, başlayaq səni geniş tamaşaçı kütləsinə tanıdan şənbə-bazar verilişindən. Necə oldu ki, bu verilişə dəvət aldın, razılaşdın və aparıcılıq etməyə başladın? Buyur. Qonşumuz var bizim. Adın, qonşunuzun adı. Fikrə gəl. Rəhim. Rəhim. Ona dedilər ki, bizə uşaq lazımdır. Və o da mənimlə istədi çəkilmək və elə mən ora başladım çəkilməyə. Hə, deməli Rəhim dedi ki, uşaq lazımdır və sənə dəvət gəldi. Yox. Kimsə dedi. Kimsə Rəhimə demişdi ki, uşaq lazımdır. Hə. O da sənə dedi, sən də beləcə Xəzər televiziyasına ayaq açdın. Zümrüd xanımı ona qədər tanımırdın. Yox. Buradan Zümrüd xanımı salamlayırıq. Şənbə-bazar verilişinin aparıcısıdır. Eyni zamanda X maqazini də aparır. Xəzər televiziyasının uzun illərdir ki, efir simalarından biridir. Zümrüdü tanımırdın. Yox. Sonra bir dəfə veriliş başlamadan ondan bir dəfə tanış olduq. Zümrüdlə. Hə. Mənə ilk tanışdığınız maraqlıdır. Necə tanış oldunuz? Biz gəldik. Sonra orada bir dəfə görüşdük. Görüşdünüz. Görüşmədən sonra bir dəfə gəldik ora. Gəldiniz. Məşq elədiniz. Birinci hətta məşq elədik. Sonra görüşdünüz. Yox. Birinci biz görüşdük. Aha. Sonra veriliş başlamadan öncə biz Məşq edirsiniz. məşq eləyirdik. Buyurun. Bəli. Şarfın. Gəlin götürün. Rahat olun yəni. Səyidlə mən verilişimdə. Rahat gəlin keçin, götürün. Problem eləməyin. Stop eləməyin kameralara, hə Səyid? Yadından çıxmadı fikrin. Verilişdən əvvəl məşq edirik. Oradan davam edəcəyik. Şarfı götürmək istəyirlər. Buyurun. Bu ancaq Səyidlə mən verilişimdə başımıza gələ bilərdi. Qaldığımız yerdən davam edəcəyik. Bir dənə Cavanşir motor desin. Diktabanların səsi bitsin tam olaraq. Bəli. Bu xanımlar bezdirir Səyid. Hələ sən suallar hazırlamışam bu xanımlarla bağlı. Görüm sənin fikrin nədir? Hə, deməli orada qalmışdıq. Verilişdən əvvəl məşq edirsiniz. Hə, məşq eləyirdik və sonra ora başladıq çəkməyə. Çəkilişə. Hə. Sarı, bismillah. Qapı açılıydı cildim. Sən də öyrəşmirsən mənim evimə açıq girib çıxmağı. Elə deyil mi yəni qapaq? İlk qızını gətirib gəldim mən də. Hə, yaxşı elədi. Gəl, yaxşı elədi. Bizə çumvilka gətirmişəm. Balaca bir qap. Yukan neymişsən ki? Mən də əmin qızlarıma sataşıblar. Harda? Gedək söhbət eləyək də onlarla. Edərik, verib çıxsın bir qap. Mən efirdən səni çox rahat biri kimi tanıyırdım və buradan da tamaşaçılara deyim ki, Böyüklər üçün izləyənlər. Səyid həyatda da çox rahat dostumdur. Yəni kompleksizdir, rahat danışır, fikirlərini ifadə etməyi bacarır. Düşünürəm ki, bu bir fitri istedaddır. Bu incəsənətlə bağlılıq, hə? Düşünmürsən heç bunu? Yəni sənin yaşın azdır, yəni 6 ilə nə düşünə bilərsən ki, mən aparıcı olmaq istəyirəm, aktyor olmaq istəyirəm. Heç olubmu ki, tutalım 5 yaşında fikirləşmirsən ki, mən televizora çıxmalıyam. Bu olub səndə? Heç fikirləşməmisən. Hər şey tam təsadüf şəklində baş verir.
Zümrüdlə aran necədir? Yaxşı. Dəqiq. İndi mən kameraları söndürəcəm. Nə ürək sözün varsa Zümrüdə deyirsən, sonra mən rejek verirəm, rahat şəkildə davam edirik. Mən istəmirəm ki, sən sıxılasan verilişdə. Dostlar, kameraları söndürürük. Bilirəm ki, efirdir, Zümrüd illərin aparıcısıdır. Çalışar ki, sənə orada məsəl üçün bəzi şeylər eləsin ki, Səid bunu eləmə, onu eləmə. Bu şeylər olur aranızda ümumiyyətlə. Fikirləş görək. Olmuyor heç. Çox istəyirsiniz bir-birinizi belə başa düşün. Hə. Heç dalaşmamısınız. Yox. Heç konfliktiniz olmuyor. Yox. Yandırıq kameraları. Bəs mənə bir şey maraqlıdır. Səid, niyə mən şənbə bazarı adətən çəkilişlərdən evə yorğun gəlməyəndə, səhərlər 6 bazar çəkilişim olmayanda izləməyə çalışıram. Mən sənə görə izləyirəm, Zümrüd məndən inciməsin, çünki sənin aparıcılığı mənim xoşuma gəlir. Adətən olur ki, verilişə gələndə belə yorğun olursan, keyfsiz olursan, belə dayanırsan, belə baxırsan, danışmaq istəmirsən. Bu, xüsusi əvvəlcədən hazırlanmış bir ssenaridir, yoxsa həmin gün doğrudan keyfin olmur sənin? Hərdən olur ki, həm ssenaridir, həm də ki, ssenari deyil. Deyil. İndi ssenari olanda sənə bunu kim tapşırır ki, Səid bunu bu cür eləməlisən? Ondan başlayaq. Ssenari olmayanda niyə keyfin olmur? Bax, ssenaridə sənə kimsə deyir ki, keyfsiz gəldi, Səid, hə? Onu başa düşdük. Bu bir oyun formasıdır. Bu bir aparıcılıq formasıdır. Bəs hərdən də olur ki, keyfsiz gəlirsən. Səbəb nədir keyfsizliyə? Mən yorğun oluram. Yorğun olursan. 5-ci gün gec yatırsan yəqin. Neçədə yatırsan adətən? Mən deyim ki, hərdə mən yəni demək olar ki, Yatmıram. yox. Yox, yatıram, amma hərdən olur ki, saat 6-da, məsəl üçün 1-də. Gecə 1-də. Hə, 1-də yəni gəzəndə görürük ki, buyursa 1-də gəlmişik də, yəni. Evə. Hə. Hə. Bu indi aparıcılığın, ulduzluğun bir mənfi tərəfləri olmalıdır da insanlar üçün yorğunluq. Səid Xəzər TV-nin ən balaca aparıcısısan. Bəli. Və düşündüyüm qədərilə, əgər səhvim olacaqsa, tamaşaçılar rahat şəkildə YouTube-da altına yaza bilərlər videonun. Azərbaycan teleməkanında ən balaca aparıcısın. Yoxsa səndən balacası 6 yaşda aparıcı var mı? Mən fikirləşib indi digər telekanalların efirlərində də yadıma saldıram, yoxdur deyəsən. Deyəsən yoxdur. Deyəsən yoxdur, deyəsən sən təksən. Deyəsən. İndi bax, fikirləş. Xəzər TV-nin ən balaca aparıcısı kimi. Zümrüd sənə pul verir, Yox. istəmirsən heç. Mənə nə fərq var? Verirlər, versinlər, vermirlərsə vermirsin. Yox. İndi bu Səid kimi fikirləşsən, ürəyin genişdir. Amma mənə bu lazım deyil axı. Sənə mənə lazım ki, deyəsən ki, Zümrüd xeyir ola, səhər saat 10-da gəlirəm, 12-yə qədər səndən bir yerdə veriliş aparıram. Hanı mənim pulum? Mənim üçün fərqi yoxdur da. Bu ürəyə genişlik hardan gəlir səndə? Nə bilim. Aktyorluqdan danışaq. Pul istəmədin. Aparıcı kimi pul istəmədin. Aktyor kimi pul qazanırsan heç olmasa. Yox, istəmirəm. Onu da istəmirsən. Rolu nə roldur? Ondan danış görək mənə. Mənə maraqlıdır. Ay da. Murad. Murad. Hə. Kimdir Murad? Murad mənim aktyorluğumda adı Muraddır orada. Bildim. O Murad kimdir? Nəçidir? Hansı obraz oynayır? Neynir? Onun xasiyyəti nədir? Hansı formada özünü çıxış eləyir? Səndə ssenaridə nələr yazılır? Oxuyub yazmaq bilmirsən. Yox, hələ öyrənirəm. Ssenarini kim oxuyur sənə? Ssenarili orada deyil. Orada deyil. Yox, yazırlar. Onda evdə məşq edirəm. Evdə məşq edirsən. Necə məşq edirsən? Bax, məsəl üçün, elə bil ki, evdəyik, mən səni çalışacağam, kömək eləyək, sən o ssenaridə məşq eləyəsən. Yaxşı Səid? Məsələn, sonuncu və şəkildə cümlələrin nə idi? İynələr orada dalaşır, fikir vermə. Göstərəcəm sənə, yaxşı? Yoxsa o inəklərin səsidir. Mənim yadımdan çıxıb, onu haçansa çıxmış, keçmişdik də, yəni. Hə, keçmişdik. Onda gəl özümüzdən bir ssenari fikirləşək. Gəl. Murad obrazı, mənim də obrazımın adı olsun Tural. Tural. Mən imtahan serialında çəkilən burada Tural obrazı. Baxmısan imtahana? Yox. Niyə baxmamısan? Saxlayın verilişi çəkmirəm. İnandın? Sən Allah'ı da bilmirəm, mən.
Mənim obrazım adı Turaldır, sənin obrazın adı Muraddır. Hə. Biz ikimiz dostuq. Hə. Mən maşını sürürəm, sən də mənim yanımda oturmuşsan. Küçədən də 2 dənə qız keçir. Sənin bu qızların birindən xoşun gəlib. Mənə demək istəyirsən ki, Tural, bir dənə qıza bax, gör nə qəşəng qızdır, bəlkə maşını saxlayaq bir bunlarla tanış olaq. Yaxşı. Mən də sənə deyəcəm ki, Murad, tələsirik. Desən ki, 10 dəqiqəyə bara 10 dəqiqə gözləyəcəyik, 10 dəqiqə ilə bunlarla tanış olaq da. Yaxşı. Başlayırıq. İndi orada bizim Cavanşir motor verəcək. Biz davam edəcəyik. Maşındayıq. Otururuq maşına. Mən qapını bağladım, sən də bağla. Ay sağ ol. Əvvəlcə qoruyucu kəməri taxırıq. Burada bax. Sən də ordadır, hə. Rahatsan Murad? Hə. Bəlkə oturacaq arxa eləyim biraz. Yox. Yaxşıdır? Deyən qoxub deyim maşına. Ay Murad. Niyə keyfin yoxdur? Yaxşıdır hər şey? Hə. Dünən zəng elədim, nəsə telefon açmadın. Problem yox idi? Yox. Dəqiq? Allah, buna bax, bu sürücülük vəsqəsini hardan alıb, sürə də bilmir. Ona bax, vurmuşdun maşını, gördün. Asta sür də biraz. Nəsə demək istəmirsən, bizə baxır. Bunlar hətta sürə bilmirlər. Düşək dalaşaq bəlkə. Yox, lazımdır. Saxlayım. Yox, lazımdır. Mən biraz əsəbiyəm, Murad, görsən. Murad. Qızlar səni tanış gəlmir sağ tərəfdən. Yox. Tanış olmaq istəmirsən onlarla? Saxlab maşını gəl tanış olaq. Bunlarla? Gecikirik axı. 10 dəqiqə orada orada gözləyəcək də 10 dəqiqəcə bunlarla tanış olaq. 10 dəqiqə tanış ola biləcəyik. Nə bilmək? Mən biraz utanmam. Bəlkə birinci sən yaxınlaşırsan, hə? Saxlayım da onu. Saxla. Peyat. Düşək. Düşək. Mən utanmam, hə? Yaxşı, mən gedim. Sən geyirsən, hə? Yaxşı, sən get, onda mən səni gözləyirəm. Yaxşı. Getdin? Burada dayanıblar qızlar. Aha. Salam. Salam. Sizin adınız nədir? Adım Günaydı. Bizi belə çevir, tamaşaçılar görsün. Elə ki, qız buradadır. Çön belə, ahistə, hə. Salamdan başlayırıq. Salam. Yox, yaxşıdır, yaxşıdır. Salam. Salam. Sizin adınız nədir? Mənim adım Günaydı. Bəs sənin adın nədir? Mənim Səid. Səid, maşını niyə saxladın? Heç nə sizinlə tanış olmaq istədim. Ay Səid, mən tanış olmaq istəmirəm. Sən indi məcbur eləməlisən, o səndən tanış olsun. Gəl tanış olalım. Yaxşı, tutalım mən səndən tanış olmaq istəsəm, ay Səid. Sən harada işləyirsən? Mən? Hə. Mən Xəzər TV-nin aparıcısıyam. Xəzər TV-nin aparıcısın. Hə. Nə qədər maaş alırsan? Mən orada pul vermirlər. Sən yalandan pul deməlisən də, qız aldatmalısan ki, tanış olsun səndən. Sən orada nə qədər maaş alırsan? 5000 manat. 5000 manat. Avtomatik məncə bu danışıqdan sonra qız səndən tanış olmaq istəyəcək. İndi gəl qızla birlikdə otursan maşına. O arxada oturdursan, sən otursan qabaqda. Murad, qaqaş halal deyirsən. Nətər tanış oldun? Tamam, mən deyim ki, 5000 pul verəcək. Hə, üstümüzdə 5 manat yoxdur, 5000 nə? İndi qız desək ki, gəl oturaq restoranda şot ver, nə verəcək? Niyə indi? Tanış zat var, sən gəl yapın gəlirsən. Kimə sən gəlir? Kimə sən gəlir bilərik? Şəhərsən gəlirək də. O şey yoxdur. Kim? Həsən. Həsən kim? Mənim dostumdur. Sənin dostundur. Nöməzin nəsən? Hə. Salam xanım, salam. Dostumdur Murad mənim, çoxdan. Hara aparaqsar? Restoran deyir, ala. Ala, yığ Həsənim, yığdım. Qoy qulağına danış. Alo, Həsən. Tez bura gəl. Hara? Şıqıva. Şıqıva. Pul gətir də bizə. Biraz. Heç olmasa 300 manat gəlir. Heç olmasa 100 manat gətir. 300 manat. 300 manat. Dinən üstümüzdə, nə Turalda, nə məndə 5 manat pulumuz var. Hə, yox, başqası, maşın xarab olub, onun pulunu hə xan narahat. Biabır elədim, gəlir. Gəlir. Dəqiq. Hə, yaxşı. Sağ ol. Gəlir. Bravo. Halal. Soyuq deyil sənə. Dəqiq.
Uşaqlar, bura soyuq deyil, Səidə soyuq olar ha. Bəlkə kurtkasını geyinsin Səid. Dəqiq. Üşümürsən, baxım əlvə. Yox, yaxşı. Səid, Hə. sənin üçün suallar hazırlamışam. Hə. 10 dənə sualdır. Konsepsiyanı belə fikirləşmişəm. Uşaq və eşq. Eşq bilirsən nədir? Sevgi. Ay, sağ ol. Uşaq və sevgi. Birinci sualımız belədir. Səncə uşaqlar neçə yaşında sevməyə başlayır? Amma bu sevgi ataya, vətənə, anaya, dosta, bacıya, qardaşa olan sevgi deyil ha. Bu bilirsən də normal insanlar böyüyəndən sonra sevirlər, ailə həyatı qururlar. Yəni əks cinsə, qıza olan sevgidir. Uşaqlar neçə yaşda sevməyə başlayırlar? Onu baxır da. Nəyə baxır? Hərəsi var ki 5 yaşında, hərəsi var ki 6. Ah, 6. Neçə yaşın var? 6. Sevirsən? Hə. Kimi? Rus qızıdır. Rus qızıdır. Amma Rus qızıdır. mən ona öyrəşdirəcəm ki, Hə, nə öyrəşdirəcəksən? bizim kimi olsun da, Azərbaycanlı kimi. Azərbaycanlı olsun. Hə. Bu bir Qafqazı Kim o? düşüncəsidir artıq. Demək, Qafqazец. demək onu Hə. öyrəşdirmək. Bizim adət-ənənələri öyrəşdirəcəksən də. Bizim kimi olsun, bizim kimi danışsın, bizim yeməkləri bişirsin. Bizim xanımlar, bizim qızlar kimi geyinsin. Bizim qızlar kimi düşünsün. İndi sir deyilsə, o rus qızının adı nədir? Milana. Milana. Neçə yaşı var Milananın? Nə bilim. O mən elə YouTube-dan tanımışam. YouTube-dan tanımısan? Hə. Ya burada yaşamır. Yox, Harda yaşayır? onu bilmirəm mən. Amma artıq sevirsən. Hə. Danışmısan Milananın ümumiyyətlə? Yox, Danışmamısan. Yaşını da bilmirsən. yox. Milana. Hə. Mən çalışacağam verilişin sonuna qədər o Milananı YouTube-da tapım. Və tamaşaçılara onlar da göstərim ki, Səidin sevdiyi xanım kimdir. Wow! Wow! Yəni dedin ki, ola bilər ki, 5-6 yaşda da uşaqlar sevməyə başlasın. Stop demə. Sən bizdə belə ancaq biz veriş yaparım dalaşa bilərdilər. Çünki qəribə bir aura var ya. Allah saxlasın. Allah saxlasın. Yox, kesin Aktyorumu gördüm bura. Maşallah diye. Gördünüz. Gəl oturub, inşallah dün 5 min. Ayrıca film, yon kesib ayrıca qoyacam film. Səidlə Səna filmi. Danışırıq, bu tən sakitləşdirən Milanla davam edəcək. Amma ora ki, onu sənə sən göstərməyəsən. Göstərməyim, ikimiz baxarıq. Belə göstərim, ikimiz baxarıq. Hə, deyir ki, olar ki, göstərməyəsən də, yəni biz göstərməyəcəyik. Adı Milanadır. Hə. YouTube-da tanımısan, sevmisən də. Amma olar ki, siz onu göstərməyəsiniz tamaşaçılara. Tək sən onu istə. Bir dənə şey istə, onu göstərməyək. İstəyirsənsə göstərməyək. Səid, mənim səninlə maraqlı. Dedin ki, 5-6 yaşda uşaqlar sevməyə başlayır. Yəni baxır da, hərəsi var ki 5, hərəsi var ki 6, hərəsi var ki 7, hərəsi var ki 8. Hətta yavaş-yavaş qalxa bilər. Səid, mənim səninlə maraqlıdır. Bax, insan aşiq olduğunda, sevəndə nə hiss eləyir? Bax, sən 6 yaşında Milananı sevəndə nə hisslər keçirdin? Hardan bildin ki, bu sevgidir? Mən bildim. Nədən bildin? Yəni xoşum gəlir də mənim onunla. Bildim. Nəyindən xoşun gəlir? Danışmağından, özünü aparmağından. O necə bir hissdir? Bax, məsələn, sən bir şey deyim. Ac olanda, yemək istəyəndə necə hiss eləyirik özümüzü? Bu mədəmizdə xüsusi bir ağrı baş verir, hə? Biz yemək istəyirik. Hətta Susuz olanda su istəyirik. Hətta ac olanda bir dənə söz deyim ki, qarın Hə, gurulduyur. hə, qur səs gəlir də, Necə? qur, Necə? belə qur, Olur. Yəni biz mikrofondanıq. Ac deyilsən ki? Yox. Dəqiq yemirsən, mən də yemişəm ki, yəni mikrofon gurultunu götürür, onu sənə deyim. Efir adamsan, onu bil. Məndən sənə böyük qardaş məsləhəti. Səhər də gələndə nəsə ye.
Gələrsən Zümrüdün verilişində qarnın qurr eləyər. Bir dənə Zümrüd bilsə ki, Səidin qarnını qurr elədi, canlı verilişdə bütün Azərbaycan biləcək. Mən sənə əmin eləyirəm. Mövzumuz o deyil, amma ona da gələcəyik. Yəni danışacağam şənbə bazarına, danışacağam ay-ayda. İndi əsas mövzumuz odur ki, Səid hardan hiss elədi ki, Milananı sevir. O nə hissdir? Bax, qarnın mı quruldadı, ürəyin mi döyündü, əllərin mi soyudu, həyəcanlandın, yoxsa tərlədin? Nə baş verdi səndə? Hardan hiss elədin ki, bu sevgidir? Yəni mənim özümdən onun xoşum gəlir də. Gəlir, hə. Hə. Elə heç nə olmadı. Amma mən onu başladım xoşum gəlməyə və onu sevməyə. Onu sevməyə. Hə. Dedim, istədim onunla evlənmək. Evlənmək də istəyirsən hətta. Hə. Hə, gözəl bir şeydir bu. Yəni evlənmək, ailə qurmaq, bu yaxşı bir şeydir. Yəni bir kişinin ailəsi mütləq olmalıdır. Hə. Bir kişinin avtomobili mütləq olmalıdır, evi olmalıdır, işi olmalıdır. Sən 6 yaşında artıq işin var. Hə. 2 işin var da, həm aparıcısan, Həm də həm də aktyorsan. Amma məktəbə getmirsən. Məktəbə Hazırlığa gedirsən. Gələn il. Gələn il gedirsən. Yəni məktəbə getməmiş işin var. hə, Buna maşallah düşür. Məktəbə getməmiş sevdiyin qız da var. hə, Özü də Milana, rus qızıdır. Hətta evlənmək də istəyirsən. Hə. Bu da yaxşı bir niyyətdir. Yəni 6 yaşında bütün bunları beynindən, süzgəcdən keçirdən bir insan artıq yetkin bir insandır. Və sən deyirsən ki, nə hiss etdiyimi bilmədim, amma ondan xoşum gəldi, onu sevdim. Olar mən sənə biraz kömək eləyim? olar. Heç olur ki, Milananın şəklinə baxmaqdan doymursan, çox baxmaq istəyirsən ona. Yəni baxıram da. Hə. İstəyirsən ki, çox baxasan ona. Olur ki, baxıram. Olur ki, baxmıram. Olur ki, o danışanda saatdan ona qulaq asırsan, Onlar hətta challenge eləyirlər. challenge eləyirlər. Hə. O challenge-lərə baxırsan, sənə qəribə belə gülümsəmə tutur. Yox. Yox, gülmürsən, belə xoşuna gəlmir. Xoşuma gəlir. Aysa, ürəyin az-az döyünməyə başlar. Ürək hardadır bilirsən ümumiyyətlə? Hə. Burada, solda. Belə ürək az döyünməyə başlayır, xoşuna gəlir də, hə? Bu sevgidir. Bunu qoru, mütləq qoru. İndi mən sənə 3-cü sual verəcəm. Səid, Milananı canlı görməmisən. Yox, Danışmaq imkanında olmayıb. yox. Danışmamısan. Təsəvvür elə ki, Milana bu verilişdən sonra eşidir və səndən danışmaq istəyir. Ona sevgini necə bildirərsən? Duyğular, o hissləri necə ifadə eləyərsən ona? Yəni həbsi doğrusunu danışaram da mən. Doğrusunu. Nəyin doğrusunu? Milana gəldi, oturdu qarşında. Dedi ki, Səid, səni eşidirəm. Amma mən onun rus dilini də bilirəm, ona görə də başa... Rus dilində bilirsən. Hə, Rus orada da- dilində ifadə elə. Buyur. Mənə maraqlıdır ki, sən o sevgini rus dilində ona necə ifadə eləyərsən? Привет. Privet. Aha. Я тебя люблю, я хочу с тобой evlənməyə mən deyib. Deyil. Я хочу с тобой жениться. Bu cür ifadə eləyərsən. Hə. Birbaşa. Jest eləyərsən ona, məsəl üçün hədiyyə alarsan, gül alarsan. Onu böyüyəndə lazımdır eləmək. Böyüyəndə. İndi nə yox? Yox. İndi sadəcə evliliyi təklif edirsən və böyüməyə gözləyirsən. Hə. Çox qəşəng addımdır əslində. Evliliyə hazırlaşan bütün oğlanlara buradan səslənirəm ki, qardaşlar, 26 yaşınız ola bilər, 36 yaşınız ola bilər, bəzən ola bilər ki, işinizlə əlaqədar gec evlənməyə vaxtınız olmayıb. Bax, Səiddən öyrənin. Birinci görüşdə evliliyi təklif eləyirsiniz, sonra jestləri eləyin. Yəni, hə cavabını alandan sonra gülü al, üzüyü al, hədiyyəni al. Yoxsa hə cavabı almamış, alırsan hədiyyələri, axırda vaxt, yəni düzgün cavab da ala bilmirsən. Səhv demirəm, Səid? Hə. Düz deyirəm, deyil? Hə. Növbət sualı keçid alıram. Bu sevgi mövzusunun əvvəlində çox yaxşı bir söz dedin. Dedim, mənim sevdiyim qız rus qızıdır. Amma mən çalışacağam ki, onu bizə uyğunlaşdırım. Azərbaycanlılara uyğunlaşdırım. Azərbaycanlılar kimi olsun. Aysa. İndi Azərbaycanlıların bir adət ənənəsi var. Sən sevdiyini gedib evdə ailəyə açıqlamalısan ki, ata, mən qız sevirəm. Necə düşünürsən? Yəni onu anama demişəm. Hə, konkret Azərbaycanlı və müsəlman adət ənənəsi ilə. Birinci, hər şeyi mamalarımız bilir, sonra mamalar münasib dillə atalara bunu başa salırlar ki, bizim oğlumuzun xoşuna gələn bir qız var, hə? Və ata sonra öz razılığını ya verər, ya verməz, o artıq qalıb atanın Səidlə öz arasındakı münasibətə. Dedin ki, mama bilir, anam bilir.
Anana deyəndə nə reaksiya verdi? Dedim ki, hər şey doğrunu dedim. Anam da dedi ki, bir şərtlə. Aha. Əgər sən onu Azərbaycanlıya oxşatmağı, yəni Oxşadacaqsansa, namaz qılmağı deyəcəksən təbii ki, də, yəni namaz müsəlman qılsın. adət-ənənələri, bizim adət-ənənələr, türk adət-ənənələrinə uyğunlaşdıracaqsansa, o sənin həyat yoldaşın ola bilər. Hə. İndi sən təsəvvür et ki, bunu ataya deyirsən. Atanın reaksiyası nə olar? Nə bilim. Düşün də bir, məsələn, getdiyin ataya dedin ki, ata mənim sevdiyim bir qız var, rus qızıdır, adı Milanadır. Sənin reaksiyası nə olacaq atanın? Onu Allah bilir. Mən sənə qısa-qısa suallar verəcəm, ikisindən birini seçməlisən. Okey? Əvvəlcə bundan başlayaq. Səyahət etmək istədiyin 3 ölkə. Ya ora təyyarə ilə uçmaq. Təyyarən uçmaq istədiyin ilk 3 ölkə. 3 ölkə. Hansı? Hansını seçərsən? Sənə verirəm sualı. Ya Rus. 1. Rusiya, yəqin Milanaya görə. Gülmə, bilirəm. Sonra? Düzgün. Düzgün, düz dedim. Hə. Sonra? İkinci isə Hə. Kanadaya. Kanada. Orada bir qız yoxdur. Yox. Jessica'dan, Monika'dan. Elə-belə. Dəqiq. Hə. 3. İkinci də Fransaya. Fransa. İndi 3 arasında blitzi başlayırıq, sonra davam eləyəcəyik. Rusiya yoxsa Kanada? Rusiya yoxsa Rusiya yoxsa Kanada? Rusiya. Rusiya, Milanaya görə. Rusiya yoxsa Fransa? Rusiya yoxsa Fransa. Rusiya. Bu sevginin gücüdür. Fransa yoxsa Kanada? Fransa yoxsa Kanada. 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 Kanada yoxsa Xəzər TV? Xəzər TV. Xəzər TV yoxsa İctimai telekanal? Xəzər TV. Xəzər TV yoxsa Dalğa TV? İkisi. İkisi də. Böyüklər üçün yoxsa Şənbə Bazar? Şənbə bazar. Aygün Kazımova yoxsa Röya? Acun yoxsa Röya. Hə. Röya. Röya yoxsa Zümrüd? Zümrüd. Zümrüd. Ədalət Şükürov yoxsa Eyyub Yaqubov? Eyyub Yaqubov. Öpürəm səni, Səid. Deməyə Eyyub Yaqubov. Niyə? Çünki atam, hətta atamın Eyyub Yaqubov dayısıdır. Qohumluzdur. Mən bunu bilirdim, prosto özüm bura gətirirdim ki, tam şəkildə danışaq. Atam həm onun prodüserodur, Aha, Eyyub da onun dayısıdır. aha. Eyyub da sənin nəyin düşür? Qohumun düşürdü ondan. Eyyub Yaqubov sizin qohumunuz düşür. Çox dəyərli sənətkardır və mən düşünürəm ki, Azərbaycanda Bakı və şansonu, nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində, yəni şanson yayılan yerlərdə Eyyub Yaqubov kimi oxuyan çox az müğənni var. Hətta onun məsələn Mikail Müşfiqin Mən sözlərinə bir söz deyim ki, oxuduğum mahnılardan çox xoşuma gəlir mənim. mən bir söz deyim ki, De. mən üçsünəm. Həm aparıcı, həm aktyor, həm də mənim mahnılarım var. 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 Canlı oxuya bilirsən? Canlı. Ya indi oxuya bilərsən nəsə mənim üçün? Nə? Olar ki, mən Ağanati'də başlayım. Başda. O həddarını oxuyub, mən də oxumuşam. Oxu. Qışda, yazda, yayda, payızda, şaspik zamanı, probkalarda, canlara dayan oğlan, sözün dəyər hər zaman, təsbih əlində, qədəş rolar xazında. Təsbih əlində, qədəş rolar xazında. Diyen zar eşiden sözün demendi. Şeyleşen şeşer yıdır ağam. Diyen zar eşiden sözün demendi. Şeyleşen şeşer yıdır ağam. Bu Eyyub Yaqubov mahnısıdır. Mən sənə Eyyub Yaqubov haqqında sənin bilmədiyin bir dənə şey deyim. Əminəm ki, bilmirsən. Nə? Deyim. 2016-cı ildə biz Gəncə şəhərində Eyyub Yaqubovla birlikdə Eviniz Abad filminə çəkilmişik. Bilirdin bunu? Kino. Kino.
bilirdin? Həmin filmdə Mirsadıq Ağazadənin filmi idi, rejissor, başrolda mən idim, Eyyub müəllim də həmin filmdə özünü oynayırdı, Eyyub Yaqubovu. Və hətta filmdə mənim toyum olur. Mən Milana deyildi, qızın adı Leyla idi, Gürcü qızı idi. Mən orada Gürcü qızı ilə ailə həyatı qururam. Mənim toyumda Eyyub Yaqubov oxuyur. Və verilişimizin adəti var. Sən mənə bir sual verməlisən, mən onu cavablandırmalıyam. Bax, niyə böyüklər işə gedə bilər? Başqa uşaqlarsa işə gedə bilməz. Başqa uşaqlar. Buna ümumiyyətlə dövlətlərdə qoyulan iş prinsiplərinin qayda qanunu ilə cavab verim, yoxsa tam səmimi öz aramızda hansını istəyirsən? Gəl öz aramızda cavab verim. Sonra keçim qayda qanununa. Olarmı? Mən düşünürəm ki, Allah səni saxlasın, böyük oğlanlardan olasan, böyük kişilərdən olasan və Azərbaycan üçün sayılıb seçilən insanlardan olasan. Mənim də oğlum var, o 2 yaş 5 aylıqdır. Adı Canerdir. Mən düşünürəm ki, mən özüm uşaq olanda bu şeyi fikirləşmirdim. Ata olandan sonra bu mənə tam olaraq bildim nəyə görə belədir. Sən də ata olacaqsan gələcəkdə Allahın köməkliyindən və biləcəksən niyə belədir. Biz valideynlər istəyirik ki, biz işləyək, müəyyən yaşa qədər bizim övladlarımız rahat şəkildə yaşasınlar. Bildin necə? Ona görə də, sənə qardaşına deyirəm ha, böyüklər, atalar işləyirlər ki, uşaqlar yaşasınlar. Ona görə də böyüklər işə gedə bilər, uşaqlar da işə gedə bilər əslində. Sadəcə uşaq əməyi o qədər də şey olmur, sevilmir və bəyənilmir. Çünki uşaqlar əylənmək üçündür, oxumaq üçündür, daha yaxşı yaşamaq üçündür, bildin necə? Amma burada bir fərq var. Sənin Xəzər TV-də aparıcılıq eləməyin, hansısa konsertlərdə müğənnilik eləməyin, hansısa filmdə, serialda aktyorluq eləməyin uşaq işinə, uşaq əməyinə qarışmır. Niyə? Çünki illərdir həmişə görmüşük ki, Azərbaycanda da, dünyanın bir çox yerində də, Hollywoodda da, Türkiyədə də, Rusiyada da, Avropada da uşaq filmlərində balaca uşaqlar öz rollarını oynayıblar. Mən aktyor kimi uşaq rolu oynaya bilmərəm, bunu Səid oynamalıdır. Başa düşdün məni? Eyni zamanda uşaq mahnılarını uşaq oxumalıdır. Uşaq verilişində uşaq aparıcılıq eləməlidir və yaxud da böyüklərlə bir yerdə uşaq olmalıdır. Sənin işin bundan fərqlənir. İndi keçirəm qayda və qanuna. Bir çox ölkələrdə, dövlətlərdə olduğu kimi Azərbaycanda da belə bir iş prinsipi var ki, xüsusi qabiliyyət tələb etmədiyi halda, yəni sənin xüsusi qabiliyyətin var, sən işləyə bilirsən. Xüsusi qabiliyyət tələb etmədiyi halda uşaqlar 16 yaşına qədər işləmirlər xüsusi yerlərdə. 16 yaşında da artıq bunlar başlayır peşə məktəbinə getməyə, texnikuma getməyə, 11-ci sinifi bitirirlər, ali təhsil alırlar. Ali təhsili bitirəndən sonra olurlar 20-21 yaşında. Artıq onlar böyük, müstəqil insanlar olurlar və işləməyə başlayırlar. Razı qaldın mənim cavabımla? Başqa sualın yoxdur ki? Yox. Çox sağ olun. Öpürəm səni Səid. Dostlar, Böyüklər üçün layihəsini bugünlük bitirdik. Düşünürəm ki, çox maraqlı olacaq sizin üçün və yaxud da oldu. Çünki mənim üçün çox maraqlı oldu. Səidin tam səlist və məntiqli verdiyi cavablar. Səid Məmmədiyarov Xəzər televiziyasının aparıcısıdır, Ay-Ay serialının gənc aktyorudur, ulduzudur və eyni zamanda o həm də müğənnilik fəaliyyətinə məşğuldur. Böyüklər üçün verilişində suallar böyüklərə hazırlanır. Amma uşaqlara verilir. Səbəbimiz var. Uşaqlar böyüklər üçün olan suallara daha səlist, daha məntiqli və daha sərbəst cavablar verirlər. Bugün bitdi. Gələn həftə görüşərik. Sağ olun.